Salam dostlar, kanalıma ve videoma hoş geldiniz. Uzun bir aradan sonra yeniden bir video çekmek kararına geldim. Bugün yakın bir dostumun partisine hazırlaşacağım ve dedim ki bir yerde hazırlaşacak. Aynı zamanda bana en çok verdiğiniz soruları cevaplandırıp sizlerle biraz sohbet etmek istedim. Yeni il gelir karşıdan, yani 2026'ya girəcəyik ve 2025 məndə necə oldu? Ya bu haqqda biraz təəssüratlarımı sizlərlə beraber bölüşmək istəyirəm. Video keçmədən qabaq kanalıma abunə olmağı və mənə dəstək olmağı unutmayın. Digər hesablarımdan da, Instagramdan və TikTokdan da mənə dəstək olmağı unutmayın. İndi keçək videoya. Birinci saçımı yığaq, sonra da makyaj eləyəcəyik. Məndə sıralama həmişə bu şəkildədir. Saçımı yarı at quyruğu yığmağı düşünürəm. İnci saçımı belə ayıracağım. Yəni random ayırıram bu arada. Yəni mənim elə bir if falan takıntım yoxdur. Bu qədər kifayət edir məncə at quyruğu üçün. Saçımı dostlar at quyruğu da yığanda, yəni slick balm falan da eləyən bundan istifadə edirəm. Deməli bu firmanındır. Otacı firmasıdır. Nədir? Üstü biraz dökürəm. Mən çox bəyənirəm. Yəni nə çox belə jöle kimi yapışdırır, nə də saç lakı kimi qurudur. Yəni nə də ki o slick balm stikləri var. Bax onlar kimi də yağlı eləyir. Mən yəni aşırı bəyənirəm bunu. Yəni, təbii görüntü verir. Bundan belə saçlarımın arasını keçəcəm. Dostlar, mənə ən çox verdiyiniz suallar dərslərlə bağlı olur demək olar ki. Mən bununla bağlı əslində video çəkmişəm TikTokda. Amma ki yenə də həmişə mənə bununla bağlı suallar gəlir. Çünki bütün abituriyentlərin yaralı yeridir. Sadəcə belə bir tövsiyə verə bilərəm ki, qısa bir şəkildə. Dostlar, çox çalışın. Həqiqətən çox çalışmaq lazımdır. Yəni xüsusilə yüksək bal toplamaq istəyirsinizsə, yaxşı nəticə yığmaq istəyirsinizsə, 50% çox çalışmalısınız, 50% də özünüzə inanmalısınız. Saçım hazır oldu dostlar. Biraz da bu saç jelindən alacağım. Üstünə çox azıcıq alacağım. Belə üstündən keçəcəm. Harada qalmışdıq? Deyirdim ki, çox çalışmaq lazımdır. Yəni bəsit bir şəkildə, bəsit bir qayda ilə çox çalışmaq lazımdır və eyni zamanda da özünüzə inanmalısınız. Mən həmişə demişəm ki, bəzən çox çalışmaq kifayət etməyə bilir. Çünki mən bunu öz gözlərimlə şahid olduğum insanlar olub ki, həqiqətən də yəni çox çalışıblar, çox istəyiblər. Gecəsi, gündüzü olmayan insanlar görmüşəm, amma istədikləri nəticəni əldə edə bilməyiblər. Çünki mənim fikrimcə insan nə qədər də çox çalışsa, özünə inanmadığı müddətcə o çalışmaq sadəcə boşunadır. Ya da tutaq ki, çox çalışıb da sağlıqlı çalışmadığı müddətcə, yəni daha verimli çalışmadığı müddətcə o qədər çox çalışmaq kifayət etmir. Bununla bağlı da hesabımdakı digər videoya baxa bilərsiniz. Bununla bağlı mən orada çox geniş danışmışam. İndi keçək makyaja. Əvvəlcə üzümü nəmləndirəcəm. Mənə ən çox verilən suallardan biri də universitet həqiqətən çətindirmi? Sizcə dostlar? Əlbəttə çətindir. Çünki oxuduğumuz sahə tibb sahəsidir və tibbin nə qədər asan ola biləcəyi sual altındadır. Bu arada nə etdiyimi soruşdursaz, birinci bu Esklam'ın BB kremi, bir də bu Skin Sensual'ın BB kremini qarışdırdım. Mən tonal kremi çox istifadə etmirəm, ancaq BB kremi istifadə etdiyim üçün bu ikisini qarışdırıram, belə istifadə edirəm. Dostlar, mənə ən çox verdiyiniz suallardan biri də yenidən dünyaya gəlsəydin, tibb oxumağı seçər miydin? Yox, ya da bilmirəm. Yəni, bəlkə hə, bəlkə yox deyərdim. Dostlar, bunu mən deyəndə çox insan belə qarşılayır ki, demək sən tibbi sevmirsən. Mövzu burada sevmək deyil. Bu universitetə daxil olan hər kəs bu universitetin xəyalı ilə, yəni həkim olmanın xəyalı ilə bu universitetə daxil olub, amma xəyallarla daxil olmuşuq. Başa düşürsünüz? Və universitetə girəndə artıq o reallıqla qarşılaşdıqda bəzən insan sorğulur. Niyə? Çünki çox çətindir. Həqiqətən, yəni bəlkə də belə baxsanız dünyadakı ən çətin ixtisaslardan biridir. Çünki yəni öyrəndiyin hər şey insan orqanizmasıdır və insan orqanizması o qədər də asan bir sistem deyil. Çox mürəkkəb bir sistemdir və sən o sistemi nöqtə və vergülünə qədər, yəni təpədən dırnağına qədər öyrənməlisən. O sistemin işləyişini, patologiyasını, yəni quruluş hər şeyini öyrənməlisən və bəzən insan o xəyal elədiyi kimi bir situasiya ilə qarşılaşmır və əksər insanda hətta bu xəyallar suya düşür. Yəni məsələn mən ilk dəfə tibbə girəndə, ilk dəfə anatomiya kitabını açanda mən həyatımı şoku yaşamışdım. Çünki niyə? Məktəbdə
öyrənirsən, tutaq ki, kəllə sümüyü nədir? Hə, alındır, təpədir, gicgahdır. Bunları öyrənirsən. Amma girsən universitetə açırsan ki, bir dənə gicgahın nə qədər, yəni dərsi var, gicgah sümüyü ilə bağlı nə qədər öyrənməli olduğun bir hissə var. Ona görə də ya buradan tibbə hazırlaşanlara verə biləcəyim ən yaxşı tövsiyələrdən biri də hər şeyi xəyal edib mükəmməl bir şəkildə olacağını təsəvvür edib bu universitetə daxil olmağa çalışmayın. Yəni reallıqları qəbul edərəkdən daxil olmağa çalışın. Çünki daxil olandan sonra o reallıqlarla qarşılaşanda bəzən xəyallarınız suya düşə bilər. Yəni təsəvvür etdiyiniz bir həyatla qarşılaşa bilməyəcəyiniz üçün də bəzən bu ixtisasdan soyuya da bilərsiniz. İndi soruşsanız peşmanam deyiləm və bu ixtisasda olduğuma görə çox xoşbəxtəm həqiqətən. Çünki uşaqlıq xəyalımdır bu ixtisasda oxumaq. Concealer olaraq dostlar, mən bu concealeri istifadə edəcəm. Yəni həyatımda rast gəldiyim yenə ən mükəmməl concealerlardan biridir. Əgər mənim kimi quru bir dəriyə sahibsinizsə, yəni quru bir göz altı dərisinə sahibsinizsə, məncə bunu çox sevəcəksiniz. Bir dəfə şans verin. 2025 haqqında biraz danışmaq istəyirəm dostlar bu videoda açığı. İstərdim ki, sizlərlə birazcıq bu haqda söhbət eləyək. 2025-i məndə buraxdığı təəssüratlar necə oldu? Hər il keçdikcə hər birimiz bir təcrübə qazanırıq. Müəyyən bir təcrübə qazanırıq və o təcrübələrlə də biz həyatımıza davam edirik. Təbii ki, mən də 2025-də müəyyən bir təcrübələr qazandım və özümdən heç kəşf eləmədiyim bir halımı kəşf elədim. Mən dünyanın ən qərarsız insanıyım. Bu 2025-də öyrəndiyim ən böyük məlumatlardan biridir özümdən bağlı. Mənim üçün qazandığım ən böyük təcrübələrdən biridir heç nə üçün stres etməmək. Stresli bir insanım. Yəni ən kiçik bir şeyi belə stres eləyə biləcək bir insanım və yəni onu stres eləyib özümə problem açıram. Amma baxdım ki, stres bir yerdən sonra insan sağlığına zərər verir və səni heç olmadığın bir insana dönüşdürür. Və həyatımda öyrəndiyim, yəni 2025-də öyrəndiyim ən böyük dərslərdən biri də stres etmə. İnsanları kafaya takma. Çünki mən insanların mənə dediklərini, mənə qarşı olan hərəkətlərini oturub düşünən adamım. Və düşündükcə də bunu özümə problem yaradıb stres eləyirəm. Və zamanla öyrəndim ki, artıq bu stres mənim sağlığıma zərər verir və artıq stres etməməyə başlayıram. Çalışın həyatda minimum streslə yaşayın. Tutaq ki, nə bilim, ətrafınızdakı insanlarla bir mübahisə yarandı və o mübahisəni özünüzdə böyütməməyə çalışın. Yadınızda saxlayın, biri ilə mübahisə edəndə bir insan sadəcə özünü haqlı çıxarmağa çalışırsa, yəni ortadakı söhbəti anlamağa deyil də, sadəcə özünü haqlı göstərməyə çalışırsa, o söhbətlərdən uzaq durun. Siz istəsəniz 1000 insanı toplayın, o insanları sən heç nə başa sala bilməyəcəksən, heç nə anlatmağa çalışa bilməyəcəksən və ona görə də o sənə zərər verəcək. Bu tip mübahisələrdən və bu tip insanlarla münaqişələrdən ya da mübahisələrdən uzaq durun. Çünki orada heç bir yerə gəlib çıxa bilməyəcəksiniz, haqlı olduğunuz halda haqsız vəziyyətə düşəcəksiniz və bu yenə dönüb dolaşıb sizə zərər verəcək. Unutmayın, sağlığınız hər şeydən önəmlidir. Unutmayın ki, sağlamlıq təkcə fiziki cəhətdən sağlam olmaq deyil, əqli və psixolojik olaraq da sağlam olmaq sağlamlığın tərifidir. Və fiziki olaraq sağlam olsanız, psixologiyanız pozulduqdan sonra artıq siz sağlam sayılmırsınız. Ona görə də 2026-dan mən sağlamlıq və huzur gətirməsini istəyirəm. Bu bronzerin üstündən, toz bronzeri keçəcəm üstündən. Daha bir öyrəndiyim bir dərs mi deyək, artıq təcrübə mi deyək, öyrəndim ki, artıq yaş keçdikcə İnsanların hər birinin özünə məxsus məşğuliyyəti olur və artıq yaxınlarınızla əvvəlki qədər münasibətiniz qalmır. Yəni artıq müəyyən bir yaşdan sonra insanlar işləməyə başlayır, iş həyatına başlayır və artıq ən yaxın dostunuzla belə aranızdakı o bağ dəyişməyə başlayır, o münasibət dəyişməyə başlayır. Hər kəs öz həyatına fokuslanmağa başlayır. Tutaq ki, ayda 5 dəfə görüşdüyünüz dostunuzla artıq ayda bir dəfəyə düşür. Hətta 2 aydan biri, 3 aydan birə düşür. Əvvəlki münasibətimizin olmaması bizi yaxınçılığımızı pozmur. Təbii ki, yenə yaxınıq, çox yaxınıq. Bu münasibət fərqli olur, çünki artıq hər kəsin öz həyatı var. Yəni bu mənim 2025-də öyrəndiyim bir digər prosesdir. Çünki ola bilsin ki, mən də onlara qarşı eləyim. Keçirəm ənlik vurmağa, bu ənliyi vuracam. Makyajımı sadə eləyəcəm, çünki qırmızı bir pomada vuracam. 25-də öyrəndiyim digər bir dərs mi deyim artıq, təcrübə mi deyim. Onlardan biri də insanlardan heç nə gözləməməkdir. Bu istəyir ən yaxınınız olsun, istəyir ən uzağınız olsun. Bu heç bir fərqi yoxdur. İnsanlardan heç nə gözləməyin.
Yəni nə mənada gözləməyin deyirəm. Birinə bir yaxşılıq eləyirsiniz və o yaxşılığın sizə qaytarmasını istəyirsiniz ya da sizə dönüb təşəkkür etməsini gözləyirsiniz. Etmir. Etməyəndə nə edəcəksiniz? Təbii ki, o başlayacaqsınız o insana qarşı belə bir fikir yürütməyə ki, mən buna bu qədər yaxşılıq elədim. Bu insan niyə mənə bu yaxşılığın təşəkkürünü eləmir? Ən azından bir quru təşəkkür eləməyə və başlayacaqsınız o insana qarşı nifrət bəsləməyə. Yəni özünüz fərqinizdə olmasa belə nifrət bəsləyəcəksiniz və o yenə o çevriləcək artıq bir yerdən sonra kinə. Və unutmayın, bunların hamısı sizə zərər verir. Ona görə də heç bir insandan heç nə gözləməyin. Baxın, birinə yaxşılıq eləyirsiniz, o yaxşılığın sizə geri qaytarmasını, hətta təşəkkür etməsini gözləməyin. Eləyin, o yaxşılıq sizdə qalsın. Mənim həyatdakı bəlkə də ən yaxşı xarakterlərimdən biri də mən kinli insan deyiləm. Mənim bir yaxın dostum var idi və mən o yaxın dostumdan müəyyən bir səbəbdən biz küsmüşdük və mən həqiqətən o dostumdan çox pis incimişdim. Amma sonra yenidən o dostumla barışdım. Məsələn, oturub fikirləşirəm. Niyə məsələn həyatımdan bir dəfəlik çıxartmazdım? Və oturub fikirləşəndə baxdım ki, mən o insana qarşı mənə xəta eləməsinə baxmayaraq, mən o insana qarşı heç kim belə bəsləmirmişəm. Düşününcə də ki, yaxşı ki, kim bəsləmirmişəm. Çünki o kini bəsləsəydim mənim özümə zərər verəcəkdi. Heç o insana zərər verməyəcəkdi. Ona görə də çalışın heç kimdən heç nə gözləməyin. Heç kimə də qarşı kinli olmayın. Gözümə çox xəfif ten keçəcəm. Həmin qapağı qırılıb. Amma bu tenimi çox sevirəm. Mən hansı rəngi keçsəm, bu rəngi keçməyi düşünürəm. Undressed rəngi. Bu şəkildə. Bir digər öyrəndiyim dərslərdən biri də insanlardan dəyişməyini gözləməyin. İnsanlar dəyişmir dostlar. Həqiqətən, bax bunu özünüzdən də görə bilərsiniz. Heç uşaqlığınızda dəyişdirmək istədiyiniz bir xarakteriniz olub da dəyişə bilmədiyiniz bir xüsusiyyətiniz varmı? Oturun fikirləşin. Və mənim var. Nə qədər dəyişdirmək istəsəm də dəyişdirə bilmədiyim bir xarakterim var. Yəni mən özümdə bunun dəyişmədiyini anladığımda insanlar da dəyişmir. Və hər kəsi ona görə də olduğu kimi qəbul edin. Heç kəsi dəyişdirməyə çalışmayın. Unutmayın ki, o sizə zərər verəcək yenə. Kim necədirsə olduğu kimi qəbul edin. Əgər qəbul edə bilirsinizsə o insanı həyatınızda saxlayın. Yox, əgər olduğu kimi qəbul edə bilmirsinizsə o insanı sakitcə həyatınızdan çıxardın. Onu dəyişdirməyə çalışmayın, çünki dəyişməyəcək. Bu ətrafınızdakı yaxın insanınız olur, istəyir olsun, istəyir dostunuz olsun, istəyir sevgiliniz olsun. Yəni dəyişmirsə dəyişməyəcək dostlar. Çünki bu insanın xarakteridir və insan bu yapıda, bu xarakterdə yaranıb. Və o insanı nə qədər də bir qəlbə salmağa çalışsanız, bir müddət o qəlbdə qalacaq. Bir yerdən sonra artıq o qəlbə sığmayacaq və olduğu öz halına geri dönəcək. Ona görə də insanları dəyişməyin. Olduğu kimi qəbul edin. Qəbul edə bilirsinizsə, o insanı həyatınızda saxlayın. Yox edə bilmirsinizsə, sakitcə o insanı həyatınızdan uzaqlaşdırın. İndi keçirəm pudraya. Bu şəkildə pudraladım. 2025-dən öyrəndiyim bir digər və bir önəmli dərsdə, yəni mənim həyatımı düzənə salmağıma, yəni həyatımdakı stresi minimuma endirməyə kömək edən bir dərslərdən biri də hər şeydə bir xeyir var. Yəni bir işimiz alınmayanda, məsələn böyüklərimiz deyir ki, ayda eyb yoxdur, nə olacaq, hər şeydə bir xeyir var sözünü çox eşidirik. Bəli dostlar, hər şeydə bir xeyir var. Yəni ingiliscədən bir söz var, trust the process. Yəni bu prosesə, gedişata güvənin. Baxın, mənim də həyatımda yolunda getməyən çox məsələn proseslərim olub. Məsələn, bir hadisə olub ki, məsələn mən bunu çox istəmişəm, amma bu yolunda getməyib. Mənim həyatımda bu alınmayıb. Sonra ondan daha yaxşı hadisələr olmağa başladı və mən artıq bunu dərk elədim ki, həqiqətən də hər şeydə bir xeyir var. Bir proses yolunda getmirsə, bunu oturub düşünüb stres eləməyin heç bir mənası yoxdur. Bəlkə də gələcəkdə bundan daha yaxşı hadisələr olacaq və bu o hadisə heç sizin yadınıza belə düşməyəcək. Hər şey düşüncədən asılıdır. Ya bizi idarə edən, həyatımızda əslində baş verən hadisələrin əksəriyyəti düşüncəmizdən keçir. Yəni bizim düşüncəmiz nə yöndədirsə, əslində həyatımızı da o şəkildə yönləndiririk. Məsələn, gedin ətrafınızdakı o insanları müşahidə eləyin ki, məsəl üçün çox çalışır, amma düşünür ki, girə bilməyəcək ya da uğur qazana bilməyəcək. Və baxacaqsınız ki, həqiqətən də onların həyatında elə bir şey olur. Çox çalışır, amma girə bilmir. Mənim də ətrafımda o çox olubdur ki, məsələn, çox çalışıb, amma universitetə girə bilməyəcək. Universitetə deməyim də, istədiyi ixtisasa girə bilməyəcəyinə inanmayan insanlar olub və həqiqətən də o şəkildə baş verib. Yəni, nə qədər çox çalışsa da, o həyatları o şəkildə yönləndirilib. Əslində, sizə çox bəsit bir hekayə ilə mən bunu danışa bilərəm ki, yəni nə demək istəyirəm mən burada, düşüncəmizdən çox şey asılıdır. Vururam. Bir dənə bu maskaramı vurum, gəlim danışım. Nə demək istəyirdim?
Deməli bir xəstə olur, xərçəng xəstəsi və artıq xəstəliyinin son mərhələsində olduğu üçün o qədər əziyyət çəkir ki, yəni ağrıya dözə bilmir və evtanaziyaya müraciət edir. Evtanaziya nədir deyə soruşsaz, evtanaziya xəstənin öz istəyi ilə tibb işçiləri tərəfindən sakitcə öldürülməsi deməkdir. Və bu bir-iki ölkədə legaldır, yəni qalan bütün ölkələrdə illegaldır. Və xəstə evtanaziyaya müraciət eləyir. Həkim ondan necə ölmək istədiyini soruşur. Xəstə də bilək damarlarının kəsilərək ölməyini istəyir. Nəysə, həkim bu proseduru ona izah eləyir ki, bəs damarların kəsiləndə 5-7 dəqiqə ərzində qan axmadan öləcəksən, belə-belə. Və artıq evtanaziya günü gəlib çatır. Masaya xəstəni bir yatağa uzandırırlar və əllərini, qollarını bağlayırlar. Gözlərini də bağlayırlar ki, o gördüyü mənzərəyə şahid olmasın. Həkim tibb bacısına soyuducudan bir bıçaq gətirməsini söyləyir. Tibb bacısı soyuducudan bıçağı gətirir. Həkim isə xəstənin biləyini o bıçağın kəsici tərəfi ilə deyil, küt tərəfi ilə qolundan belə keçirdir. Soyuducudan gətirməsinin də səbəbi o bıçağın küt tərəfi də olsa, o soyuğun təsirindən iti hiss eləməsinə gətirib çıxardan. Sən biləyi kəsdi, artıq qanaxman başladı deyə həkim söyləyir. Və xəstə o qədər qorxuya düşür, o qədər vahiməyə düşür ki, bir yerdən sonra artıq 5 dəqiqə sonra ürəyi dayanır və xəstə ölür. Və belə bir fikir ortaya çıxır ki, əslində xəstəni öldürən onun kəsilmiş biləkləri deyil. Çünki onun biləkləri heç kəsilmədi. Xəstəni öldürən onun öz düşüncəsi oldu. Demək istədiyim, düşüncə bizim həyatımızda çox önəmli bir şeydir, dostlar. Düşüncənizi idarə eləsəniz, həyatınız o şəkildə davam eləyəcək. Baxın, bu xəstənin damarlarının kəsildiyini düşünərək öləcəyini düşünməsi əslində onu həqiqətən öldürdü. Xəstənin damarları kəsilməmişdi. Sadəcə düşüncəsi öldürdü onu. Yəni həyatınızda da bu qazanacağınız uğurlar və ya gələcək həyatınızı qurmağınıza kömək edəcək bu əsas prosedurlardan biri də düşüncənizdir. Bu qədər. Düşüncənizi sağlam tutun, həyatınız sağlam olacaq. Bu arada dostlar, bunu demək istəyirəm ki, bu düşüncələrim tamamilə özümə məxsusdur. Təbii ki, özümə məxsus deyil. Biraz YouTube'a falan, məsəl üçün də Carl Jung'un fəlsəfələrinə falan çox qulaq asıram ya da məşhur fəlsəfəçilərin bəzi ideyalarına falan qulaq asıram və onu öz həyatımla ya da ki, ətrafımdakı dostlarımın, yəni insanların həyatı ilə əlaqələndirib bir nəticə çıxardıram özümdən və bunu da öz başa düşdüyüm tərzdə sizlərə paylaşıram. Ola bilsin ki, fikirlərimdə səhvlik ola bilər və ya fikirlərimlə razılaşmaya bilərsiniz. Bunu da rəylərdə bildirə bilərsiniz, çünki hər birinizin rəyi mənim üçün çox önəmlidir ki, hansı fikrimlə razılaşmadınız. Bəlkə də ola bilsin ki, mən bir şeydə səhv deyə bilərəm. Çünki mən nə psixoloqam, nə professional bir həyat koçuyam ya da başqa bir şey deyiləm. Heç biri deyiləm yəni. Ona görə də sizin də fikirləriniz mənim üçün çox önəmlidir. Varsa fərqli fikriniz, bunu rəylərdə bildirin. Saçımı da düzəltdim dostlar. Gəlin, belə bir dodaq qələmim var. Birinci bundan dodağımı çərçivələyəcəm. Çərçivələdim. Hansı rəncidir sorsanız desəz, Miss Teysin bu 762 görsəmədi rəngi və üstündən Kiko'nun belə bir qırmızı rəngi var. Nömrəsi 105 nömrədir. Bu rənglə keçəcəm. Ay, mən çox sevdim bunu. Axıra çıxdığım bir göz qələmim var. Bundan belə kipriklərimi qaldıracağım və dibindən keçəcəm. Belə. Demək olar ki, makyajımı bitirdim. Dostlar, kombin bu şəkildə. Belə bir klasik kombin qurdum. Bunu da belə üstündən giyinəcəm. Son olaraq dostlar, videonu bitirirəm. Ümid edirəm ki, sizlərlə danışdıqlarım sizlər üçün faydalı ola bilər və hər birinizi qarşıdan gələn yeni il bayramı ilə də təbrik edirəm. Özünüzə yaxşı baxın. Hələlik.